19 aprel. Bu dövrdə limon ağacı necə budanır? Elmi əsaslarla izah edirəm. Hörmətli izləyicilərim, xoş gördük. Videomuzun birinci hissəsində keçən dəfə limonun budama vaxtı haqqında danışdıq. Bugün isə elmi əsaslarla budama qaydası haqqında danışırıq. İstənilən ağacda, bitkidə budama edəndə aşağı hissədən başlamalıyıq. Aşağı hissədə torpağa yaxın, torpağa dəyən istənilən budaqlar mütləq kəsilməlidir. Çünki meyvə yetişdirmə fazasında meyvələr torpaqla və ya yarpaq, budaq torpaqla təmasda olub bitki üçün təhlükə yarada bilər. Sanitar budama etməyiniz də vacibdir. Qurumuş, xəstə, zədəli zoğların kəsilməsi mütləq zəruridir. Bir-birinə mane olan, rəqabətə çıxan budaqlardan da kəsmək olar. 1/3 hissəsini kəsə bilərsiniz. Çox sıxlıq olan yerlər varsa, göstərdiyim kimi, bu sıxlıq olan yerlərdə də müəyyən qədər budama etməyiniz yaxşıdır. Əgər bu budamanı etsəz, həmin bu hissələrdə hava dövranı yaxşı dövr edə biləcək, xəstəlik zərərvericilər az olacaq və ağacın daxili bol günəş qəbul edəcək. Sonuncu budamamız yuxarı hissədə uzvurma budamasıdır. Bu budamanı da etməyiniz çox faydalıdır. Bugünlük bu qədər. Hörmətlər.